Salam əziz üçüncülər, mən bugün sizə İzlə nəşriyyatımızdan Riyaziyyat 3-cü sinif kitabımızdan səhifə 19-da yuvarlaşdırma mövzusunu izah edəcəm və ona uyğun çalışmalar və testlər işləyəcəyik. Gəlin birlikdə yuvarlaşdırma mövzusunun qaydasını sizə izah edim. Birinci qaydayla tanış olaq, sonra çalışmaları birlikdə həll edək. Birinci qaydamız nədir? Deyir, dəqiqlik lazım olmayan ifadələrdə bir ədədin ona yaxın olan başqa ədədlə əvəz etmək olar. Burada yəni göstərib belə bir ədəd oxu çəkib. Deyir ki, 32 ədədin ən yaxın onluğa yuvarlaşdırdıqda 30 alınır. Ədəd oxunda da göründüyü kimi 32 ədədi 30 ədədinə 40-dan daha yaxındır, düzdür? Keçdik. Bir ədədi ən yaxın onluğa yuvarlaşdırdıqda nə olur? Təkliklər mərtəbəsindəki rəqəmə baxılır. Buna diqqətlə qulaq asın uşaqlar. Yəni onluqlara qədər yuvarlaşdırdıqda nə edirik? Təkliklərə baxırıq, düzdürmü? Bu təkliyə baxırıq. Burada 4-dən 0-dan 4-ə qədər rəqəm yazılsa, bil ki, bu artmayacaq. Yəni onluq artmayacaq. Nə yazılacaq? Onluq elə yerində yazılacaq və onun arxasındakı rəqəmi 0 yazılır. Əgər burada onluğa baxırıq, yanında təkliyinə baxırıq. Təklik böyük rəqəmdirsə, yəni 5-ə bərabər və yaxud da 5-dən böyükdürsə, onda onluq bir vahid artacaq. Bir vahid artanda 2, bir vahid artanda necə olur? 3 olur. Bura 3 yazacağıq və yanındakı sağ tərəfə 0 yazacağıq. Əgər biz bir ədədi yaxın yüzlüyə yuvarlaşdırdıqda isə onluqlar mərtəbəsinə baxırıq. İndi bunu yüzlüklərə qədər yuvarlaşdıraq. Yüzlüklərə qədər yuvarlaşdırdıqda yüzlüyün altından xətt çəkirik və onun yanındakı onluğa baxırıq. Onluğa baxanda nədir? Burada 2-dir. 2 nədir? 4-ə kimi biz demişdik. 4-ə kimi rəqəmlər yazılsa artmır. 4-dən böyük rəqəm, yəni 5 5-ə bərabər böyük, 5-dən böyükdürsə, onda yüzlük bir vahid artacaq. Burada artmayacaq. Necə var? Elə yazacaq. Yüzlük yerində qalır. 2 yazacaq və yanındakilarına 0 yazacaq. Burada isə baxırıq. Yüzlüyün yanındakı rəqəmə baxırıq. Görürük, böyük rəqəmdir. 5-dən böyükdür, düzdürmü? Onda nə olur? Yüzlük bir vahid artacaq. Bir vahid artsa nə olacaq? 3 olacaq. 3-ü burada yazacaq və yanına 2 0 yazacaq. Bugünkü qaydamız bu qədər. Gəlin tapşırıqları birlikdə izah edim. Birlikdə həll edək. Aha. Birinci tapşırığa baxırıq uşaqlar. Burada nə deyir? Verilmiş ədədləri onluqlara və yüzlüklərə qədər yuvarlaşdırılmışdır. Doğru yuvarlaşdırılan ədədlərin qarşısında doğru işarə edəcək, yanlış yuvarlaşdırılan ədədlərin qarşısında yanlış yuvarlaşdıracaq. Burada görürük ki, uşaqlar nədir? 678 ədədini yuvarlaşdırıb 600 yazıb. Əslində burada yanlışdır. Nəyə görə? Əgər biz görsək ki, hər iki rəqəmin ard-arda 2 0 yazılırsa, bil ki, bunları yüzlüklərə qədər yuvarlaşdırılır. Əgər 1 0 yazılıbsa, bil ki, bu onluqlara qədər yuvarlaşdırılır. Yəni bu bir qayda olaraq yəni yadınızda saxlayın. Burada indi yüzlüklərə qədər yuvarlaşdırıb baxaq görək doğrudurmu? Bax, 6-nın yanında yüzlüyə baxırıq, yüzlüyünü işarə edirik və yanındakı onluğa baxırıq. 7 böyük rəqəm olduğu üçün, 5-dən yəni 5-dən böyük rəqəm, 4-dən böyük rəqəm olduğu üçün nə olur? Bir vahid artır. Yəni yüzlük bir vahid artırılır, 700 olmalıdır. Burada 700 olmalıdır, 600 yox. Yəni bu yanlışdır. Keçdik bura. 344 ədədini 350. Yəni bura onluğa qədər yuvarlaşdırır. Çünki 1 0 var. Baxırıq 4-ə. Burada nədir? 4-ə qədərdirsə deyirdik ki, yəni təklifinə baxırıq. 4-ə qədərdirsə artmır. 4-dən yuxarı olacaqsa artır. Burada 4-ə qədər artmır. 0 yazırıq. 5-i yanına, 4-ü yanına qoyurduq. 340 alınmalıdır. Burada isə yanlış yazılır. Bu da yanlışdır. Keçdik 516-nı. Bunu onluğa qədər yuvarlaşdırıb. Burada təkliyinə baxırıq. Təkliyinə baxırıq nədir? 6-dır. Yəni böyük rəqəmdir. 5-dən böyükdür. Nə olacaq? Bir vahid artacaq. Yəni 1 olacaq. 2, bu olacaq 520. Yəni bu doğrudur. Keçdik 973-ü yuvarlaşdıraq. Yəni burcu yüzlüklərə qədər yuvarlaşdırıb görürsüz də. 9-un yanındakı onluğa baxırıq. Böyükdür. Böyük olduğu üçün nədir? Bir vahid artacaq. Burada 10 olacaq. Yəni bu yanlışdır. Yanlış yuvarlaşdırıblar. Sonra keçdik bura 785 ədədini. Bunu da yüzlüklərə qədər yuvarlaşdırıblar. Görək düzgünmü yuvarlaşdırıblar. Burada 7 8 rəqəmi onluğa baxırıq. Böyük olduğu üçün, 5-dən böyük olduğu üçün bu bir vahid artacaq. 800 olur. Bu düzdür, bu doğrudur. 283 ədəd onluqlara qədər yuvarlaşdırıb. Onluqlara qədər yuvarlaşdıranda nə olur? 8-in yanındakı təkliyə baxırıq. Təklik nədir? Kiçikdir. Ona görə artmır. Bura 0, 8 və 2-ni yerinə yazırıq. Bura düzgündür, çünki 280 alınmalıdır. Onluqlara qədər yuvarlaşdıranda keçdik. Tapşırıq 2-yə. Aşağıdakı ədədlər altına xətt çəkilmiş mərtəbəyə qədər yuvarlaşdırın. Yəni burada altına xətt çəkibsə, bu nədir? Onluğun altına xətt çəkib. Onluqlara qədər yuvarlaşdıranda nə olur? 120. Bu da onluqlara qədər yuvarlaşdırır. Yandakı təkliyə baxırıq. Görürük 7 rəqəm böyük rəqəmdir. Ona görə 5 bir vahid artacaq, olacaq 660. Sonra 836. Burada onluqlara qədər yuvarlaşdırılır. 3 təkliyə baxırıq. 6, yəni böyükdür. 3 rəqəmi bir vahid artacaq, 840 olacaq. Sonra keçdik 379-u burada zaten göstərib yüzlüklərə qədər yuvarlaşdırıb. Burada 7 rəqəmi böyük olduğu üçün, onluqdakı 7 rəqəm böyük olduğu üçün bu bir vahid artacaq, olacaq 400. Burada da yüzlüklərə qədər, burada 9 onluğa baxırıq. 9 böyük rəqəm olduğu üçün yüzlüklər bir vahid artacaq, olacaq 500. Keçdik bu onluqlara qədər yuvarlaşdırılır. Təkliyə baxırıq. Təklik böyük rəqəm olduğu üçün onluq bir vahid artacaq, olacaq 780. Sonra keçdik 245 onluqlara qədər yuvarlaşdırılıb. Burada 5 böyük rəqəm olduğu üçün burada bir vahid artacaq onluğumuz olacaq 50 250. Sonra keçdik 716. Burada onluqlara qədər yuvarlaşdırılıb. 6-ya baxırıq. 6 böyük rəqəm olduğu üçün bu bir vahid artacaq, olacaq 720. 313 ədədi. Burada baxırıq. Onluqlara qədər yuvarlaşdırılıb. Təkliyə baxırıq. Təklik kiçik rəqəm olduğu üçün artmır. Bura 0 yazırıq. Bu rəqəmləri də yerinə yazırıq. Yəni artmır. Onluğumuz artmır, yerində qalır. 854 ədədi. Burada yüzlüklərə qədər yuvarlaşdırılıb. 5 ədədi böyük olduğu üçün bu bir vahid artır. 900 olmalıdır. Sonra 504 ədədini yüzlüklərə qədər yuvarlaşdıranda yanındakı onluğa baxırıq. 0 balaca rəqəm olduğu üçün artmır. 500 olacaq. 544 ədədinə baxırıq. Onluqlara qədər yuvarlaşdırılır. Yanındakı təkliyə baxırıq. Təklik nədir? Kiçik olduğu üçün artmayacaq. 0 yazacaq. 540 olacaq. Tapşırıq 3-ə baxırıq. Burada deyir ki, aşağıdakı ifadələri cavablandırın. Ən yaxın onluğa yuvarlaşdırdıqda 250 alınan ən böyük ədəd neçədir? Əlbəttə ki, ən böyük ədəd neçə olacaq bizdə? 259 olacaq. Ən yaxın yüzlüyə yuvarlaşdırdıqda 500 alınan ən kiçik ədəd neçədir? Burada neçə olur? 450. Sonra ən yaxın onluğa yuvarlaşdırdıqda 640 alınan ən kiçik ədədin rəqəmlərinin mərtəbə vahidlərinin sayının cəmini tapın. Burada nədir? 635-dir. Onun da altı üstünə 3 gələcək, üstünə 5 gələcək, 14 eləyir. Mərtəbə vahidlərinin sayının cəmi 14 eləyir. Ən yaxın yüzlüklərə yuvarlaşdırdıqda 400 alınan ən böyük ədədin rəqəmlərinin mərtəbə qiymətinin cəmini tapın. Burada 300. Yüzlüyə qədər yuvarlaşdıqda 400 alınan ən böyük ədədin rəqəmlərinin mərtəbə qiyməti neçə olacaq? 390. Bunun da mərtəbə qiyməti 12 olur. Keçdik bura. Tapşırıq 4-ə baxırıq. Verilmiş ədədləri yuvarlaşdırdıqda dairədəki ədəd alınır. Dairədəki ədəd alınır. Buna əsasən boşluqları doldurun. 300 olması üçün biz nə edirik? Burada 300 eləməsi üçün biz burada 3 qoyacağıq. Burada yuvarlaşdırılır. 300-ə qədər yuvarlaşdırılır. Hə. Bura 3 qoyacağıq. Bura 4 qoymalıyıq ki bu 300 alınsın. 250 qoysaq
5 artacaq, 300 olacaq. Sonra 344 qoymalıyıq. Sonra burada 500 olması üçün 400 qoyacağıq. 4 qoyacağıq. Burada 0 qoymalıyıq. Burada 490 qoyacağıq. Burada da 520 qoyacağıq. 620 alması üçün bura 617 yazmalıyıq. Bura 624 yazmalıyıq. Biraz 615 yazmalıyıq. Biraz 621 yazmalıyıq. 700 olması üçün 684, 650, 721 və 735 yazmalıyıq. Gəlin uşaqlar keçək səhifə 21-ə. İlk testimizi yazaq. Deyir, hansı ədəd onluq mərtəbəsinə qədər yuvarlaşdırdıqda hansı ədəd onluq mərtəbəsinə qədər yuvarlaşdırılıb? Burada rəqəmlərə baxırıq. Hansı ədəd onluqlara? Əgər yadınızda saxlayın uşaqlar, sıfırdan tutarsa bir onluqlara qədər yuvarlaşdırır. Burada heç birinin sıfırı yoxdur. Yəni bunu sadəcə belə nəzərə olaraq deyirəm, amma siz buradakı cavabları hamısı onluqlara qədər yuvarlaşdırın. Görün hansı alınır? Burada B bəndidir. Yəni bu onluqlara qədər yuvarlaşdırılır. Sonra onluq mərtəbəsinə qədər yuvarlaşdırdıqda 370 alınan neçə ədəd var? Burada 370 alınan neçə ədəd var? Bax 365, 370 alınır. Sonra 366 var, 367 var, 368 var, 369 var, 370 var, 371, 372, 373, 370, 374 var. Deyir ki, burada neçə ədəd? Burada sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 ədəd. 10 ədəd, yəni var ki, 370 ədəd alınsın. Keçdik test 3-ə. Burada 4, 0, 6 rəqəmlərin hər birindən bir dəfə istifadə edərək yazılan ən kiçik 3 rəqəmli ədədi yüzlüklər mərtəbəsinə qədər yuvarlaşdırdıqsa necə alınır? Burada ən kiçik deyəndə biz buradan 400 ən kiçik yazanda 400 yazmalıyıq. 406-nı da 406-nı da 4 yuvarlaşdırsaq yüzlüklərə 400 alınacaq. 400 alınacaq. Yəni bunu yüzlüklərə qədər yuvarlaşdırsaq 400 alınır. Burada debəndində qeyd edirik. Niyə 400 alınır? 4-ün yanında onluğa baxırıq, kiçik olur, düzdür? Kiçik olduğu üçün dəyişmir. 4-də yerində qalır, 400 olur yüzlüklərə qədər yuvarlaşdıranda. Tapşırıq test 4-ə baxırıq. 346 ədədini əvvəlcə onluqlara, daha sonra isə yüzlüklərə qədər yuvarlaşdırdıqda və alınan ədədlərin fərqini tapın. 346-nı birinci onluqlara qədər yuvarlaşdırırıq. 4-ün yanına baxırıq. 6 böyükdür, ona görə onluq 1 bayt artacaq. Bu 350 olacaq. İndi yüzlüklərə qədər. Yüzüğün altına xətt çəkirik, yanındakı onluğa baxırıq. Kiçik olduğu üçün burada artmır, 300 yazırıq. 350-dən də 300-ü çıxanda 50 eləyir. Yazırıq B bəndi 50. Keçdik 5-ci testə. Burada 300 ortada onluğu verməyib 6. 300 alınarsa boş xanaya hansı ədədləri yaza bilərik? Bura 0 yaza bilərik, 1 yaza bilərik, 2-ni yaza bilərik, 3-ü yaza bilərik, 4-ü yaza bilərik. Yəni bu rəqəmləri bura yazanda 300 alınacaq. Yəni cavab A bəndidir. Keçdik 6-cıya. Burada 34 bir də bulut verib. Ədədin ən yaxın olduğu ədəd 350-dir. 670 ulduz ədədində isə ən yaxın olduğu ədəd 670-dir. Buna əsasən buludun yerinə yazıla biləcək ən kiçik rəqəmlə ulduzun yerinə yazıla biləcək ən böyük rəqəm cəmi neçədir? Bura buludun yerinə yazıla biləcək ən kiçik rəqəm nə yaza bilərik? Ən kiçik 5 yaza bilərik. Ən böyük ədəd nə yaza bilərik ulduzun yerinə? Ən böyük ədəd də 4 yaza bilərik. 670 alınması üçün 4 yaza bilərik. 5-in üstünə də 4 gələndə neçə eləyəcək? 9. Burada C bəndi 9. Keçdik səhifə 22-yə. Burada test 7-yə baxırıq. Ədədləri yüzlüklər və onluqlar mərtəbəsinə qədər yuvarlaşdırılmasına görə sayını müəyyən edin. 360 nədir? Onluqlara qədər yuvarlaşdırılıb. 400 necədir? Yüzlüklərə qədər yuvarlaşdırılıb. 120 onluqlara qədər yuvarlaşdırılıb. 600 yüzlüklərə qədər yuvarlaşdırılıb. 700 yüzlüklərə qədər yuvarlaşdırılıb. 420 onluqlara qədər yuvarlaşdırılıb. 680 onluqlara qədər yuvarlaşdırılıb. Yəni burada 4 onluq, 3 yüzlüklərə qədər yuvarlaşdırılıb. Cavab B bəndi. Keçdik test 8-ə. Onluqlara qədər yuvarlaşdırdıqda 440 alınan bütün mərtəbələri eyni rəqəm olan 3 rəqəmli ədəd neçədir? Uşaqlar diqqətli olun. Deyir bütün mərtəbələri eyni olan 3 rəqəmli ədəd hansıdır? Bax baxırıq. 444. Yəni 440 alınması üçün 444 lazımdır. Test 9-a baxırıq. 881 və təkliyin verməyib 820 onluqlara qədər yuvarlaşdırdıqda boş xanaya ən azı neçə yazmalıyıq ki, bərabərlik doğru alınsın. Yəni burada əgər biz bura böyük rəqəm yazmalıyıq ki, yəni 1 vahid artsın. Ən böyük nə yaza bilərik? 5 yaza bilərik. 5-i bura qoyanda onluğumuz 1 vahid artır, olur 20, 820 alınır. Yəni bura 5 rəqəmini yazırıq və cavab C bəndi. Keçdik test 10-a. Burada ədəd yüzlüklərə qədər yuvarlaşdırılıb fikrini ödəyən ədədləri seçin. Yəni yüzlüklərə qədər yuvarlaşdırılıb fikrini ödəyən ədədləri seçin. Yüzlüklərə qədər hansılar yuvarlaşdırılır? Yüzlüklərə qədər 400-dür, 700-dür. Yaşılla, sarı ilə yaşıl, yəni A bəndi. Qalanları görürsünüz 1-0 olduğu üçün bunlar nədir? Onluqlara qədər yuvarlaşdırılır. Test 11-ə baxırıq. A 340, B 300 olanda A və B-yə uyğun ədədləri seçin. Burada 335 yazmalıyıq ki, 340 alınsın, düzdürmü? Çünki onluqlara qədər yuvarlaşdırılır. Burada da yüzlüklərə qədər yuvarlaşdırılır. 333 yazmalıyıq ki, 300 alınsın. Yəni yuvarlaşdıranda 300 olsun. Yəni burada A bəndidə keçdik 12-ci sonuncu testimizə. Onluqların sayı 8, təkliklərin sayı 0-dan fərqli və yüzlüklərin sayı 3 olan neçə ədədi onluqlara qədər yuvarlaşdırdıqda 280 alınır. Neçə ədəd uşaqlar yazarıq? Biz nə yazarıq? 381 yaza bilərik, 382 yaza bilərik, 383 yaza bilərik və 384 yaza bilərik. Yəni onluqların sayına 8, təkliklərin sayı 0-dan fərqli və yüzlüklərin sayısı 3 olan. Yəni 3 yüzlüklərin sayı 3 olmalıdır. 8 onluqları 8 olmalıdır və bunlarda təklikləri də fərqli olmalıdır. O da nə olur? 381, 382, 383, 384. Yəni 4 rəqəmimiz yuvarlaşdırıldıqda, onluqlara qədər yuvarlaşdırdıqda 380 alınır. Yəni testimizin cavabı A bəndidir. 4 rəqəm. 381, 382, 383, 384 rəqəmlər, yəni yuvarlaşdırıldıqda 380 alınır. Bugünkü yuvarlaşdırma mövzumuz bu qədər uşaqlar. İnanıram ki, mənimsəyə bildiniz. Burada həm sizə qaydanı izah etdim, həm burada çalışmaları həll etdik və burada test 4-ü işlədik. Hələ ki bu qədər uşaqlar. İnşallah gələn dərslərimizdə görüşənədək hər birinizə uğurlar arzu edirəm.